Yevlaxda məcburi köçkünlər üçün inşa olmuş 5 mərtəbəli binalardakı mənzillərin birində qadın meyti aşkar edilib. Qəsəbə sakinlərindən əldə etdiyimiz məlumata görə əslən Kəlbəcər rayonundan olan 85 yaşlı Maral Nəsibova mənzilində tək yaşayıb. Qadının ölümündən ilk olaraq qonşular xəbər tutub. Onun evindən səs gəlmədiyini görən qonşular dərhal Fövqəladə Hallar Nazirliyinin Aran regional bölməsinə məlumat veriblər. Əraziyə gələn xilas edicilər mənzilin qapısını sındıraraq içəri daxil olublar. Bu zaman Maral Nəsibovanı döşəmədə ölü vəziyyətdə görüblər. Əraziyə çağırılan təcili tibbi yardım avtomobili həyatını itirən qadının meyitinin müayinə olunması üçün məhkəmə tibbi ekspertizası və patoloji anatomiya birliyinin Yevlax rayon şöbəsinə gətirib. Meyit müayinə olundan sonra yaxınlarına təhvil verilib. Əldə etdiyimiz məlumata görə müayinə zamanı qadının bədənində zorakılıq əlamətləri aşkar edilib. Hazırda hadisə ilə bağlı Yevlax rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır. Cabir Məmmədov, Şamxal Cəlloğlu, Səs TV, Yevlax.